Deməli, üstümüzü söktük, təmizlik işləri gedir. Altımızda bunlar köhnəli var. Yəni, vaxtı getmişlərində da zavodun birəbir üstündə gələndir. Rasiya. Üstəmində nə varsan qaqa? Bunu sökmüşəm, bu arxaları fərqli gəldi. Böyle. Hətta edin bilmirəm. Zarafatsız fərqli də. Buna bir yan top gəlir, bu ayrı. İşimizi də göstərim sizə. Bunun içində var. Rafakları var idi, sonra bu hissədə tarafı var idi. Yəni, bir sözlə pis vəziyyətdəydi. Sanır, buna bax, yet, buna bax. Buna bax. Ay Allah, tipo bombes, yetim. Deməli, təzə şitimizi də qoyduq. Samı sağ olsun. Bu, ideal vəziyyətdə. Saat 4-dür deməli, 5-ə işləyib. Hələ biz işləyirik maşın üstündə. Proyekt yığmaq çətindir, proyekt davam eləyir. Burada bir dənə saska lazımdır. Nömrəmizi də dəyişəcəyik. 5 10 38. Şimdi bura bir dənə trubka gedəcəkdir. Altdan belə. Ona da icazə yoxdur. Düz deyirsən. Şey trubkası da, telefon trubkası. Deməli, indi nağırırızdır. O altımızın sveçalarını dəyişirik. Boşla da, orijinallandı. 8 manatlıqdır. 7 manatlı da vardı, 6 manat. Onlardan almadım. Dedim, mən yapsam ondan. Ən gözəlinə. İndi baxaq görə nə vəziyyətdə sveçalarımız. Bilmiyorum, çıxardıb taxanda nəsə olur? Təzə nə almışıq başqa? Təzə bir şey var, değil mi? Hələ ki budur. Gözəl, pixel. Burada da ustamız başladı işə. Al bunu. Nədir? Takip. Üstündədir. Nə olur? Yaxşı desəydim aparıb qaytaracağım. İndi kolaborat kodlanacaq da. Bir dəfə heç aradan durasan kodlanacaq öyle. O bilə nə gündə də. Belə sveçalarımız bu vəziyyətdədir. Bildiğim neqr olub da. İndi təzə sveçalarımız da buradadır. Yenisi. Qaqa, düşəndə nə tər düşürsünüz? Aha. İçindən çox rahat. Ay. Qəşəng. Bax. Yamaşı görürsünə bax. Ne olursun ya? Bu əcza barəsində yüngül biraz məlumat da vereyim. Supercar, yəni bu gördüyünüz Supercarımız hal-hazırda plug-in hibriddir və 2.9 6 silindir maşının mühərrikidir və üstəlik 230 at gücüdür, 740 da torqu var bu maşının. 0-100 isə bu maşında 2.9 saniyədir. 0-200 isə 7.3 saniyədir. Qənadan sərfiyyatı onsuz da maraqlı deyil. Bu cürlə gözəl avtomobil hal-hazırda Bakı küçələrindədir və biz bununla fəxr edirik. Üstəlik sənin bugün əyləri istəyin olsa ki, gedib sarı Ferrari alasan, ala bilməyəcəksən. Çünki Ferrari deyəcək ki, sənin rezuməndə, tarixdən də bir neçə Ferrari olmalıdır ki, sarı Ferrari əldə edə biləsən. Əgər bu avtomobil sizin yenə də maraqlıdırsa, deyin daha geniş və daha aqressiv bir video çəkəcəyik. Deməli, dünən işdə işdik. Yadımızdan çıxıb bu şeyləri, şotka silənləri qoşmamışıq. Heç də qoşmamışıq. Pəncərə tərliyib, hər yer tərin içində də heç nə görmək olmur. Təkər almağa gedirəm. Belə şey var ha. Allaha fəna. Of, donuram özdə. Əllərim videoda görünmür, amma əslində qıpqırmızıdır. Görək başımıza nə gəlir. Sabahınız xeyir olsun mənim əziz izləyicilərim. Soğuk bir qış səhəridir. Gedirik 06'dan salonu yıldırmağa. Xosrov evdə yatır, Varırın babası istirahət edir, Kasımın babası əziyyət çəkir. 06'dan salonu yıldırmağa gedirik. Stenkalar dərisində yırtıqlar zadı var, onlar düzəldəcək. Gedək görək başımıza nə gəlir. Of, çox soğukdur. Heç də belə də, şotkaya baxın oldu. Bir işləyir, bir işləmir.
Başımıza o çıxış açıqlar, 06 yığır. Əziyyəti biz çəkək, izləməni o götürsün. Deməli gətirdik. Avtoçol, çexolçu az. Maşını saxladıq. Nə işlər görüləcək burada? Stenkalardır. Ömrünü yaşayıb qutarıb zavod stenkalardır. Avivkalardır. Oldu. Baklavadır. Salam aleyküm. Salam aleyküm. 06'dır qardaş. Bak qardaş, bizdə hər segmentdə oyuncaq var. Yəni 06'mızı gətirmişik. Qardaş, mənə deyirsiniz ki, 06 vazın şahıdır. Mən barışmıram. Nəyə deyirsiniz ki, o asfaltın şahidi ondan almışam. Mercedes deyirsiniz almışam. Bir köpəkli maşın deyil. 06'da da deyirsiniz 06 da almışam. 07 olan yerdə 06 heç vaxt danışa bilməz. Doğru, inciməyin məndən. 10 mon 43 deyirəm. 06 qardaş, gözəldir. Mənə görə yox, mənə görə 07'dir. Burada da gördüyünüz kimi... Hələ buna bax, buna bax, buna bax. Zavod. İndi burada deyirsiniz ki, bunlar nədir? Deyədən sonra neynəmişik? Ev yoxdur, mən telefonum çıxar yerə. Salam aleyküm. Salam. Salam aleyküm. Necəsən? Nə var? Əli ustamız gəldi ya. Orada bir dənə də Galinvagen yığır. Sənin vazın xotlanmırsa bala, burada eşələnməlisən. Sprite. Doldur Sən bura. Kuluk 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 kuluk. Günah məndə deyil. Çox xahiş edirəm. Kimindən olsun Sprite ilə xotlanır? Qəşəng. Hə? Qəşəng. Orada benzin nasıl kaçatlamalısan deyir. O nə vaxt bərkidi deyir, onda xotlamalısan. Hə. Bunu çəkmiyoruz çəkilən. Aha. Maşınımızın salonu bildiğin elədir ki, maşının içində it döyüşdürmüşdülər də, yəni. Pikə parayı. Ustamız maşının içini sıfırladı. Göstərir. Maşınımızın içi indi bu dəqiqə oldu təp-təzə. Damı da yanımıza gəlir də əvvəlki videoda. Tavanı götürür, spreylə rəngləyiblər. O da problem deyil, o da düzələcək, o da həll olunacaq. Salonumuz burada tam hazır vəziyyətdədir. Sadəcə olaraq, yəni ustamızın, belə deyil də, sizə demək istəmirəm ki, 06'da. Usta qəşəng işlər görür. Qaldı polkamız, polkanı dolduracaq, onu da göstərəcəm. Deməli maşın hardasa bir... Maşın neçə dəqiqədir kodlanmırdı? 20 dəqiqədir maşın kodlanmırdı, indi kodlaya bildik. Vay, bu nə də? Ustamız da sağ olsun maşın kodladı. Usta problemi nə idi tam olaraq? Benzin getmişdi, qovublar, svetlər islanmışdı. Cavandır, gəncdir deyə elə bilin 06'da oturdum, ya Allah sözü çıxdı, getdi. Pasası çəkir, qazır, nallayır ora, tak 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 tak. Svetsa islanır. Indi usta tutdu belə. Mən maşına əlimi qurmadan diyanımızı düz qoydum. Bəli. Ona görə bala. Ya. O yazanlar var, bir çoxları, hələ blogeri olanlar da var, yazırlar. Ağa maşınları var, bilmək lazımdır. O pasası qoymur, onu çəkib darıb, benzin doldurur, sonra benzin başı olur. Əsas onu xotlandı. Düz axırdalar. Düz. Bu maşını niyə xarab eləmirsən? Afşin, maşın xatlandı, sürət esnamışdı, güzəldir. Amma 06'mızı yığdılar salonu, ideal vərək kimi sözüm yox, gözünüz məndə olsun, mövzulu Galinvagen'dir. Ustamız da dedi ki, bir aydan sonra o maşın hazır olacaq. Təqdim edəcəm, 100 dənə Galinvagen'dən birincisidir ki, Azərbaycanlı. Diqqət edin. Super 06.
Niyə belə yeyib görəsən? Oraya kesin. Zəngəzi də. Hə, şkurka vuruşsa Print elədi. O maşına oturub pasosu çəkəndə, əgər bu qazla eləyəndə belə olacaq da. Çox burada svesa təmizləyəcək. Ay. Belə şey yoxdur. Gecə saat 11-dir. Bu yeni nəsil öyrəşib axı. Plug-in hibrid, elektrik. Vur əlini çək ha. Aha, vur əlini çək, xarab olanda da tapa, xarab oldu. Yəni biz elə şeydən əlləşmişik. O bəzi blogerlər var, təzə çıxıblar ortalığa. ChatGPT. Avtomobilin gövdəsi kilitdə qalandan sonra avtomobil özünə şarj edir. İşte belə deyirlər. Yəni biz sokaklardan başlamışıq, budur. Masalımız hava ilə. Kompres yaradırıq. Deməli yenə bir yarım saatdan sonra maşınımızı təzədən xodladıq. Atda pasos startından apatçı olar mı? Gözəl, Necə xoşam? qəşəng. Belə bir parmaq. Deyir kurdala hansında sözü demək ondan. Hər kəsə salam dostlar. Bilmirik gün neçənci gündür. 06-mızda nə qoşuruq qaqa? Soska. Yeni soskalarımız. Yəni köhnələr bilər. Gördüyünüz kimi hal-hazırda dəyişirik. Əvvəlki halı bu cürdür. İndiki halında ustamız həll edir. Bunun biri əlindən küsən neçə olacaq qaqa? 100 manat bir dənəsi. Ay Allah. Yapılmır ha, məsələ odur. Bəli. Boş şeydir. Biz hardan tapmışıq qaqa? Dünyanın o başından tapıb gətirmişik. Rusiyadan. Bəli. İndi bunu da çıxardırıq. Axmaq bir dərddir, bunu çıxartmaq iki dərd. O yavaşdır, niyə Belə deyirəm. Gözəl şəkildə. Onu açdım. Sama özü öyle, zavod koydu. Amma qəşəngdir ha. Yolun ortasında deyil. Adam bulası kimi eləyəklər. Yox, qaqa lazımdır. Biz çöldə əziyyət çəkməliyik. Asrov geçsin orada, istirahat eləsin istəyirdi. Bizikdən ha, maşına tan yandıralım. Akuratdır. Bunun uşaqlar nə rəng eləyək? Qara eləyək, yoxsa bu rəng qalsın? Qaqa, kommentlərdə yazın ana bunu. Qara qalsın, yoxsa bu rəng də qalsın. Deməli, maşınımız artıq hazır. Qəşəng. Gözəl şəkildə. Soskalarımız danışır. Like. Qəşəng durur bax. Bunu hal-hazırda üstünə taxırıq. Ustamız da yapıyor bu işi. Yox, bəncə belə qalsın hə. Belə daha qəşəngdir. Baş taxmırsan. Qalsın belə. Hə, belə daha bombadır. Hə? Sənin belə daha bombadır. Deməli, karbüratörü gətirmişik yüzdürməyə. Əvvəlki halı budur. Sonrakını da çəkər ya üstə. Belə. İçindən çıxan filtrdə budur ha. Təptəzə, zavod. Allah bilir indi neçə ildir bu dəyişilmiş. Və gözəl bir yerə gəlmişik. Karbüratör, injektor. Ama Ama onun erişilmesi için çok güçlendi. Üstelik hamımızın yegane isteği budur. Defne'nin küçük bir cesareti sayesinde bütün bu kavga... 100 lirına maşına benzin dökülməlidir. Həmin benzin uyğun da şu kalibrafda olur. Allah əmi deyir 38 il burada işləyirəm. 39-cu ildir ki. Təptədə. Karbüratör yanında bir qaydiyə. Deməli, bu ustanın dörd gözdür. 20 neçə ildir, demək olar zavoddan özü alıbdır. Çox belə svej maşındır. O da bitişik motor.
Sarıcı. Təzə şeylər aldıq. Nədir bu? Stupsiyanın qapağı. Hava filtrini dəyişdik. Maşallah her şeyi şeklini alın. Hə, bir dostum var, ona göndərirəm. Həvəslidir o da. Kime? Dostum var, ona göndərirəm deyirəm. Deyir, nə iş görürsən orada? Deyir, hazırdır. Oldu tadı karbürat. Əmi məhv elədi onu. Xosrovun Nivasına 12 barmaq peridok verəcəm. Özüm aparacağam. Və videosu da gələcək YouTube-a. Amma bir şərtim var. Bu video 100k izlənməlidir. Ona görə də bu videonu dostlarınızla paylaşın. Kanala abunə olun və əlbəttə ki like qoyun. Gələn görüşlərə dək.